Maşınımız Volkswagen Polo'dur. Yaxınlaşıb bizə. Arxada udar olub. Arxada udar olduğuna görə arxa balkasında əyilmə var və maşın razvala gəlmir. Hal-hazırda arxa balkanın ölçüləridir. Deməli, arxa təkərlərin hər ikisinin üstləri içəridir. Arxa sol təkərin qabaq hissəsi açıqdır. Arxa sağ təkərin qabaq hissəsi açıqdır. Gördüyümüz kimi bu arxa balkanın ölçüləridir. Keçək qabağa. Qabaqda isə problem nədir? Qabaqda isə sol təkərimiz sağ təkərdən arxayadır. Qabaq sağ təkərin üstü içəridir. Bir də xaridinaları pozulub, o da düzələcək. İnşallah bunu heç bir detal dəyişmədən qabaq sağ təkərin də üstünü qaldıracaq, təkərin irəli geri olmağını da düzəldəcək və ən əsası balkanı dəyişmədən balkanın özünü düzəldəcək. Düzəldəndən sonra çəkib paylaşacağım ölçülərini. Bu da düzəldəcəyimiz arxa balkadır. Volkswagen Polo'muzu düzəltdik. Düzəltdikdən sonra bu da ölçüləri.